Diqqət əksikliyi, hiperaktivlik pozuntusundan əziyyət çəkən uşaq yeniyetmələrdə oyun və qumar asılılığı tez görülür. Oyun və qumar asılılığı əslində uşaqlara ciddi bir həzz verdiyi üçün oyundan və qumardan asılı deyirlər, o həzdən asılı olurlar. Həmən həzzi itirməmək üçün davamlı oyun oynaya bilirlər. Çünki o oyunda özlərini çox yaxşı hiss edirlər. O qısa müddətli həzz onları oyuna qarşı asılılıq yaradır, qumara qarşı asılılıq yaradır. Əllərinə pul keçən kimi bəlkə udaram hissi ilə o yaxşı hissi qazanmaq üçün qumara köçürə bilirlər pulu. Ona görə mütləq bu kimi uşaqların fiziki aktivliyi artırılmalıdır, özgüvəni dəstəklənməlidir, qrup fəaliyyətlərində iştirak etməlidirlər ki, özlərini yaxşı hiss etsinlər, fərqli fəaliyyətlərdə olmalıdırlar, bacarıqlarını kəşf edə bilsinlər və özlərini yaxşı hiss edib həmən fəaliyyətlərdən, yəni funksional fəaliyyətlərdən asılı qalsınlar. Bunlardan birinci idman gəlir, özlərini daha yaxşı hiss edirlər idmanda və idmana qarşı daha meyilli ola bilirlər.